Həyətdə 2 dənə söhbətgah var. Söhbətgahlar yay söhbətgahlarıdır, belə deyək də, yəni açıq, letni. Biri hovuzun qarşısında yerləşir, hovuzda yəni düz hovuzun qarşısındadır, çimib eləyəndə orada oturmaq. O birisi evin bu birisi tərəfində kuxna ilə bitişik ki, kuxunadan bişirib eləyəndə oradan yəni ötürmək üçün o yana. O da geniş söhbətgahdır. Orada televizor liniyası zadı da var ki, yəni televizor qoymaq üçün. Mən burada artıq neçə vaxt yaşamıram. Ancaq mən burada yaşayanda, yəni bütün bu 2 dənə besetkanı mən bir şərq üslubunda hazırlamışdım. Yəni indi bu cam balkon falan eləyirlər. Ancaq bunlar şərq üslubunda hazırlanıb. Bunlara karnizlər vurulmuşdu. Pərdələr asırdım mən oradan. Yəni bizi bir şərq üslubunu xatırladırdı. Ağlaylı sütunlardı. Oradan pərdələr asırdım. Ağ pərdələri var idi. Yığılırdı pərdələr. Yəni bir belə divan kreslo hər iki tərəfə qoyurdum. Yəni belə bir maraqlı bir şey alınırdı. Mənə elə gəlir ki, o üslub min dəfə bu təzə çıxan cam balkondan falandan daha qəşəngdir. Çünki indi yay evidir də, belə deyək. Evin qarşısı terasdır. Burada bir söhbətgah kimi düzəldilib. Burada divan, kreslo falan nə istəsəz qoymaq olar. Yəni mən özüm divan kreslolara qoyurdum həmişə. Evin qabağında oturmaq, bu söhbətgahlardan oturmaqdan daha belə qəşəngdir mənim üçün.